Opera yüksək peşəkarlıq, zəngin səs imkanları və güclü səhnə mədəniyyəti tələb edən mürəkkəb sahədir. Bu mühitdə uğur qazanan ifaçılar yalnız istedadları ilə deyil, həm də zəhmətləri və sənətə bağlılıqları ilə seçilirlər. Azərbaycanın tanınmış opera ifaçılarından biri olan Dinara Əliyeva da məhz belə peşəkarlar sırasındadır. Dinara Əliyeva 1980-ci ildə Bakıda anadan olub. Musiqi təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Bakı Musiqi Akademiyasında alan sənətkar qısa müddətdə opera səhnəsində özünə məxsus ifa tərzi ilə seçilib. Sənət sahəsindəki xidmətlərinə görə ona 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adı verilib. Dinara Əliyeva bir çox mötəbər səhnələrdə uğurla çıxış edib. O cümlədən bu yaxınlarda Moskvanın böyük teatr səhnəsində Giacomo Puccini'nin Turandot operasında Sillitsin şahzadəsi obrazını canlandırıb. Hər şeyi nəzərə aldıqdan sonra bu rolu qəbul etdim, çünki bu yaradıcılığımda həqiqətən ciddi bir mərhələdir. Buraya qədər əsasən lirik dramatik partiyalar ifa etmişdim. Turandot vokalçıdan yüksək konsentrasiya və düzgün nəfəs idarəsi tələb edir. Bu partiya çox çətindir və səsi qorumaq üçün diqqətli və ehtiyatlı olmaq lazımdır. Dinara Əliyeva yalnız istedadı ilə deyil, həm də hər bir roluna məsuliyyətlə yanaşması ilə seçilir. Mən hər zaman rollarıma böyük məsuliyyətlə yanaşıram. Onları dərindən öyrənir, çox oxuyur, dinləyir və özünə məxsus interpretasiyalar tapmağa çalışıram ki, tamaşaçılar məhz mənim fərdi şərhimi qiymətləndirə bilsinlər. Dinara Əliyevanın repertuarında dünya klassiklərinin əsərləri xüsusi yer tutur. O, Giuseppe Verdi, Giacomo Puccini və Mozart kimi bəstəkarların operalarında müxtəlif obrazları uğurla canlandırıb. Sənətkar hesab edir ki, opera sənətində uğur qazanmaq üçün təkcə istedad kifayət etmir. Bununla yanaşı, düzgün vaxt seçimi və peşəkar yanaşma da vacibdir. Mən gənc artistlərə tövsiyə edirəm ki, tələsməsinlər və karyeralarını savadlı şəkildə qurmaq üzərində çalışsınlar. Böyük partiyaları dərhal ifa etməyə can atmasınlar. Məsələn, mən Turandot partiyasını yalnız indi ifa edə bilirəm. Əgər bu rolu 25-26 yaşımda oxusaydım, şübhəsiz ki, səsim üçün ciddi zərəri olardı. 26 лет, то, конечно же, это было бы очень вредно для голоса. Qarabağ səması altında çıxış etməyə mənəvi ucalıq sayan Dinara Əliyeva gələcəkdə burada təşkil olunacaq layihələrdə iştirak etmək istədiyini bildirib. Yaradıcılığımda ən yadda qalan anlardan biri Xarı Bülbül festivalına gəlişimiz və festivalın açılışında iştirak etməyimiz idi. Bu əsl qələbə hissi idi. Səhnədə dayanarkən hiss olunan sevinç möhtəşəm idi. Xarı Bülbül və ətrafdakı təbiət yalnız xoşbəxtlik deyil, həm də ruhun ucalması, mənəvi yüksəliş deməkdir. Ona görə də belə bir fürsət yaranarsa, istənilən tədbirdə, xüsusən teatr tamaşasında böyük məmnuniyyətlə iştirak edərəm. Dinara Əliyevanın sənət yolu bir daha göstərir ki, peşəkarlıq, səbr və zəhmət böyük səhnələrə aparan əsas yoldur.